Baş prokurorluğun cinayət təqibindən kənar icraatlar idarəsində Azərbaycanın 3 rayonu və 2 şəhərində qanunsuz ağac kəsmə faktı ilə bağlı araşdırma aparılır. Bu barədə Reala Baş prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib. Araşdırmalar zamanı Qısar rayonu Gilahoba kəndində, Astara rayonu Kicəbə qəsəbəsində, Lerik rayonu Davradibi kəndində, Gəncə şəhəri Gəncə-Şəmkir yolunun sağ tərəfində, Mingəçevir şəhərində yerləşən Göygöl Milli Parkının idarəetməsində olan Varvara Ovçuluq Təsərrüfatının 2-ci mühafizə ərazisinin karyer deyilən sahəsində, meşə fonduna daxil olmayan 264 ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 108 min manatdan çox ziyan vurulması müəyyən olunub. Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.4-cü maddələri ilə cinayət işi başlanıb. Cinayət işləri ibtidai istintaqın aparılması üçün aidiyyatı üzrə daxili işlər orqanlarına göndərilib. Baş prokurorluq tərəfindən ekoloji cinayətkarlığa qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.